Gəlin birbaşa məsələyə keçək və görək danışan rəqəmlər Azərbaycanın ədliyyə sistemi haqqında bizə əslində nə deyir? Yaxşı, bəs bugün ölkədəki ən böyük hüquqi mübarizələr hansılardır? Yəni, insanları, şirkətləri məhkəmə qapılarına gətirən əsas səbəblər nədir? Gəlin görək, rəsmi statistika bizə nə pıçıldayır? Cavabı əslində elə məhkəmə salonlarının özündə axtarmaq lazımdır. Bilirsiniz, hər bir statistika, hər bir qərar sadəcə bir kağız parçası, bir rəqəm deyil. Bu, bizim cəmiyyətimizin, iqtisadiyyatımızın canlı, nəfəs alan bir güzgüsüdür. Yaxşı, gəlin başlayaq. Və ilk olaraq elə hamımızın həyatına birbaşa toxunan məsələlərdən danışaq. Həyatımız, ailəmiz və mülkiyyətimiz. Məhkəmələrin gündəlik iş yükünün, yəni gündəlik baş ağrısının əsasını nə təşkil edir? Baxın, bu siyahı əslində bizim cəmiyyətin gündəlik nəbzini tutur. Boşanma, aliment kimi ailə məsələləri, qanunsuz tikinti kimi mülkiyyət çəkişmələri. Bunlar bilirsiniz, insanların həyatındakı ən real, ən həssas məqamlardır. Baxın, bu ifadəyə xüsusi diqqət yetirək. Mütləq əksəriyyət. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim məhkəmələrin vaxtının və enerjisinin aslan payı məhz ailə məsələlərinə gedir. Və bu, sadəcə bir statistika deyil, əslində cəmiyyətdəki sosial münasibətlərin, gərginliklərin birbaşa güzgüsüdür. İndi gəlin ailə məsələlərindən bir anlıq uzaqlaşıb, tamamilə fərqli bir dünyaya, biznes aləminə baş vuraq və deyim ki, burada bizi həqiqətən də çox maraqlı bir mənzərə gözləyir. Yəqin çoxumuz elə bilirik ki, məhkəmələrdə ən çox baxılan işlər ya səs-küylü cinayətlərdir, ya da boşanmalar, amma rəqəmlər deməli tamamilə başqa bir şey deyir. Ən sürətlə böyüyən sahə məhz biznesdir. Bəli, düz eşitdiniz. Məhz sahibkarlıqla bağlı mübahisələr son illərdə məhkəmə sistemində sanki bir partlayış yaradıb. Baxın, bu rəqəmə diqqətlə baxın. 17,9%. Bu sadəcə bir artım faizi deyil, bu əslində bir siqnaldır. Təsəvvür edin, bircə il ərzində təxminən 18%lik artım. Bu o deməkdir ki, iqtisadiyyat təkcə böyümür, həm də mürəkkəbləşir. Daha çox müqavilə, daha çox öhdəlik və təbii olaraq daha çox anlaşılmazlıq. Və bu qrafik dediklərimin əyani sübutudur. Sadəcə bir anlıq bu rəqəmlərin fərqinə baxın. Birinci instansiya kommersiya məhkəmələrinin üzərindəki yükə bir nəzər salın. 22 mindən çox iş. Müqayisə üçün, yuxarı instansiyaların rəqəmləri bunun yanında çox kiçik qalır. Deməli, əsl mübarizə meydanı elə buradır. Yaxşı, bəs bu 22 min işin içində konkret olaraq nə var? Bu diaqram hər şeyi aydın göstərir. Aslan payı, yəni demək olar ki, hamısı 91%-i birbaşa kommersiya mübahisələridir. Yəni nə? Yerinə yetirilməyən müqavilələr, ödənilməyən borclar, qısası biznesin o gündəlik bitməyən baş ağrıları. İndi isə gəlin mövzunu tamamilə dəyişək və diqqətimizi cinayət aləminə və bir də vətəndaşla dövlət arasındakı mübahisələrə yönəldək. İnanın ki, rəqəmlər burada da bizə çox maraqlı hekayələr danışır. Cinayət işlərinin statistikasına baxanda isə mənzərə olduqca aydındır. Mülkiyyətə qarşı olan cinayətlər, yəni oğurluq, dələduzluq kimi əməllər, digərlərini qat-qat geridə qoyur. Bax, bu diaqram da bunu təsdiqləyir. Bütün məhkum olunanların 1/4-dən çoxu, yəni 26,2%-i məhz mülkiyyətə qarşı cinayətlərə görə məhkum olunub. Sadəcə müqayisə edin. Bu, sağlamlığa qarşı olan cinayətlərdən 3 dəfədən də çoxdur. Bu da o deməkdir ki, cəmiyyətdə insanları ən çox narahat edən cinayət növü elə budur. Amma gəlin bir şeyi unutmayaq. Bütün bu faizlərin, bu quru rəqəmlərin arxasında çox mürəkkəb bir proses və ən əsası insan taleyləri var. Sübutların toplanması, məhkəmə müzakirələri, vəkillərin çıxışları və sonda oxunan o hökm. Bütün bu uzun yol əslində ədalətin özüdür. Və bu prosesin nəticəsi ilə bağlı bəlkə də ən çox diqqət çəkən, hətta deyərdim ki, ən düşündürücü statistika budur. Cinayət işlərinin təxminən cəmi 1%-i bəraət hökmü ilə bitir. Təsəvvür edirsiniz? Bu o deməkdir ki, məhkəməyə çıxarılan hər 100 nəfərdən təxminən 99-u təqsirli bilinir. Bu rəqəm həqiqətən də üzərində düşünməyə dəyər. Cəzaların sərtləşməsi trendinə gəlincə isə bu rəqəmlər hər şeyi özü deyir. Ömürlük həbs cəzalarının sayı bircə ilin içində 2 dəfə artıb, 5-dən 10-a. Bu, çox aydın şəkildə ən ağır cinayətlərə qarşı mövqeyin daha da sərtləşdiyini göstərir. Yaxşı, bəs vətəndaşların dövlət qurumları ilə olan çəkişmələri. Baxın, təkcə bir məhkəmədə, Bakı İnzibati Məhkəməsində 19 minə yaxın belə bir iş var. Bu, əslində çox vacib bir göstəricidir. Göstərir ki, insanlar artıq öz hüquqlarını daha yaxşı bilir və pensiya, əmlak sənədləri kimi məsələlərdə dövlət orqanları ilə məhkəməyə getməkdən çəkinmirlər.
Beləliklə, bütün bu rəqəmləri, qrafikləri, faizləri bir yerə yığsaq, ortaya hansı ümumi mənzərə çıxır? Bütün bunlar bizə Azərbaycanın hüquq sistemi haqqında əslində nə deyir? Gəlin əsas məqamları ümumiləşdirək. Birincisi, kommersiya, yəni biznes mübahisələrindəki kəskin artım göstərir ki, iqtisadiyyatımız daha mürəkkəb bir dövrə girir. İkincisi, gündəlik həyatın reallıqları, yəni ailə və mülkiyyət məsələləri məhkəmələrin işinin təməlini, onurğastununu təşkil edir. Və nəhayət üçüncüsü, cinayət dünyasında əsas diqqət mülkiyyət cinayətlərinin üzərindədir və bəraət faizinin aşağı olması da göz qabağındadır. Bütün bu dəyişən rəqəmlər, bu artan iş həzmi fonunda dəyişməyən bir şey var. Ədalətin öz simvolları. Bu simvollar bizə hər zaman əsas prinsipləri xatırladır. Qanun hamdan ucadır və hər kəs qanun qarşısında bərabərdir. Və sonda əsas sual ortada qalır. Cəmiyyət və iqtisadiyyat bu sürətlə inkişaf etdikcə, ədalət tərəzi bu yeni reallıqlara, bu yeni çəkilərə necə uyğunlaşacaq? Bu elə bir sualdır ki, cavabını yəqin ki bizə ancaq zamanın özü verəcək.